Bu həyatdakı ən böyük üzgünlüyüm odur ki, mən hələ də öz adamımı tapmamışam. Nə qədər qəribə səslənsə də artıq 30 yaşım tamam olacaq. Bu eləyir 12 illik yetişkinlik müddəti və bu yetişkin 12 illik həyatımda belə deyərlər, mən heç zaman əks cinsdən elə bir insanı tanımamışam ki, o insanın yanında mən həqiqətən özüm kimi olub. Həqiqətən də utanmayım, çəkinməyim, özüm necəyəmsə hər tərəfli onu göstərməkdən, özümü kiçiltmədən, özümü balacalaşdırmadan, özümü sıxmadan, maskalı olmadan və s. Və nə qədər qəribə səslənsə də, mən sizinlə həmişə səmimi olmuşam. Qəribə səslənə bilər, amma sizə elə gəlir ki, koçlar, psixoloqlar həmişə həyatlarında hər şey super olur. Bəli, həyatımda hər şey superdir, çox şükür, hər tərəfli, amma bəzi şeylərə də təsir eləyə bilməyimiz üçün hazır olmaq lazımdır. Və mən indi başa düşürəm ki, mən əslində hazır olmamışam indiyə qədər öz adamımı tapmağa. Çünki indiyə qədər o qədər daxildə layiq olmadığımı hiss eləyirdim. Təkcə layiq olmaq da yox, bir də öz əsl kimliyimin rədd ediləcəyindən qorxurdum ki, bu gerçəkləşmirdi və inanın mənə sizinlə indiyə qədər etdiyimiz o evlilik terapiyaları və s. onların heç birini mən özüm üçün etməmişəm, edə bilməmişəm. Niyəsə hazır hiss eləməmişəm heç vaxt özümü və əslində yalançı xoşbəxtlik göstərməkdənsə, yalandan özünü sıxmaqdansa, mən seçirəm özüm kimi olmağı, öz məsələlərimi həmişə sizə demək. Nə var o üzdədir, rəfiqələrimlə də nə danışıram, həmişə sizlə də onu danışıram. Və həqiqətən də bir gün mən bilirəm ki, sizə deyəcəyəm ki, mən öz adamımı tapdım artıq, amma niyəsə hələ ki mən buna hazır deyiləm. Və koç olmaq, psixoloq olmaq bir də o demək deyil ki, o insan bütün məsələlərini həll eləyib, hər şey hazırdır və s. və s. Əlbəttə mən artıq bunun üzərində işləyirəm. Niyə mən öz adamımı tapa bilmirəm deyə, niyə mənim xanımlarla münasibətim bu qədər səmimi içdəndir, amma bəylərlə ümumiyyətlə sanki məni başa düşmürlər. Məni kiçiltməyə çalışırlar, məni mürəkkəb bir şeylərmiş kimi görürlər və s. Bunları anlamıram hələ. Amma özümü kiçiltmədən, özüm kimi olaraq, özümü rədd etmədən mən düşünürəm ki, bu challenge-in üstəsindən gələcəyəm. Baxır ki, öz adamımı tapacağam. Və inanın mənə bu yolculuqda bəzən düşünürsünüz ki, hər hansısa bir punktlar var ki, o punktlara uyğun gəlməlidir o insan və s. yox. Məni qəti şəkildə xoşbəxt eləmir hal-hazırda mənə gələn hədiyyələr, müəyyən evlilik təklifləri və s. heç biri. Mən sadəcə öz adamımı istəyirəm. Bu qədər sadə. Öz adamım. Hansı adamın yanında ki, mən özüm kimi olacağam. Bu qədər bəsit. Tək şərt budur. Tək istəyim budur. Özüm kimi olmaq, öz ölçümdə hiss etmək. Bitdi, getdi.